твой на виду. Достигай высоких целей, воплощай свою мечту. Как преодолеть преграды, для себя найдешь ответ. Шаг за шагом все награды, собирай букет побед. Фаберлик, новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, мир успеха дверь открой. Фаберлик, следуй за своей мечтой. Фаберлик, красота и грация. Фаберлик, это гром оваций. Фаберлик, здесь триумф, здесь ты и я. Фаберлик, новый модный для тебя. Фаберлик, новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, в мир успеха дверь открой. Фаберлик, следуй за своей мечтой. Фаберлик, красота и грация. Фаберлик, это гром оваций. Фаберлик, здесь триумф, здесь ты и я. Фаберлик, новый модный для тебя. ANX, hello Fanato.
geldiniz, hoş gelmişsiniz değerli qonaqlarım. Hər birinizi bu gözəl gündə, bu möhtəşəm görüşdə ürəkdən salamlayıram. Bugün burada sadece bir görüş için toplanmamışıq. Tabii ki uğurumuzun nəticəsidir. Hər birimizin uğuru var, nəticəsi var ki buradasınız. Bir daha hər birinizi salamlayıram, hoş gəlmişsiniz. İnşallah ki, arzulayıram ki, hər biriniz məhz direktor komandası olaraq belə görüşlər təşkil edəsiniz. Rəhbərlərinizi qonaq çağırasınız. Ən böyük arzumdur ki, bax, buradakı bütün xanımların ən gözəl nəticələri olsun. Mən istəyirəm ki, bu görüş hər birimiz üçün bir fikir, bir qərar, bir addımla irəli gedəsiniz. Durmayasınız, dayanmayasınız. Çünki bilirsiniz ki, Fabirlik şirkəti neçə online biznesdir. Çox gözəl evdən idarə olunan işdir. Siz heç yerə getmədən evdən işinizi idarə edə bilərsiniz. Övladlarınızın yanında olaraq çox gözəl biznesinizi qura bilərsiniz. Və mən burada çox güclü xanımların simasını görürəm. Və burada mənim olmayan, amma ürəyi bizdən olan dəyərli komanda üzvlərim var. Onları da salamlayıram. Çünki burada olmaq tək buradakı xanımların yox da, arxa fonda çalışan mənim dəyərli komanda üzvlərimin də nəticəsidir. Bir daha hər bizi salamlayıram. Açıq elan edirəm məclisimizi. İnşallah ki, buradan hər biriniz çox gözəl hisslərlə qayıdarsınız. Mən təkcə bu görüşü, necə deyim, əylənmək üçün, başqa, necə deyim, burada sadəcə olaraq bir xanım görüşü kimi yox. Mən istəyirəm ki, buradan ancaq gedib özünüzün yeni bir qərar verəsiniz ki, mən daha güclü şəkildə başlayacağım. Mən olduğum yerdən daha gözəl yerdə olacağım. Və mən buna inanıram ki, buradakı komanda üzvlərimin hər birisinin bu görüşdən sonra gözəl nəticələr var. Deməli, bizim burada mənim dəyərli rəhbərim, təsdiqlənmiş gümüş direktorumuz Səidə xanım bizim məclisimizin xüsusi qonağıdır. Mən Səidə xanımı o necə də qürur hissi ilə bura dəvət edirəm. Fabirlik işığı mənim həyatıma salan qadın, yaxşı ki varsan deyirəm. Səni burada görürəm, mənim üçün fəxrdir, canım mənim. Salam, dəyərli xanımlar, dəyərli Fabirlik xanımlarımız. Mən buradan ilk öncə Türkan xanıma təşəkkürümü bildirmək istəyirəm və Fəyim xanıma təşəkkür bildirmək istəyirəm ki, belə bir gözəl tədbir təşkil edilər və məni qonaq qismində bura dəvət edilər və sizin hər birinizə təşəkkürümü bildirmək istəyirəm ki, siz gəlmişsiniz və məclisimizi belə gözəlləşdirmişsiniz. Xanımlar, sizə nə demək istəyirəm? Gəlmişsiniz, bu böyük addımdır. Bu deməkdir ki, burada artıq liderlər toplaşıblar və davam etmək istəyirlər, komanda qurmaq istəyirlər, bizneslərin olmağını istəyirlər. Hər birinizə səslənirəm. Çox gözəlsiniz, çox güclüsünüz, çox aktivsiniz. Hər birinizi gördüm. Qürur duyuram sizinlə. Və burada nə deyə bilərəm? Deyə bilərəm ki, davam edək, iradəli olaq, heç vaxt pəs etməyək. Çox gözəlsiniz qızlar. Sən dəyərli təşəkkürümü bildirirəm. Çox sağ ol. Çox sağ ol ki, belə güclü komanda var, belə gözəl xanımların əhatəsindəsən. Və bilirəm ki, uğur daima sizinlə olacaq. Çünki siz bunu ürəkdən istəyirsiniz. Bizim şəhərdən gələn başqa bir İsmail'i da bilirsiniz. Yəni bura qədər gəlmişiksə, demək ki, davam edəcəyik, güclü olacağıq, şən olacağıq, enerjili olacağıq. Bu iş bunu sevir, davamiyyəti sevir, iradəni sevir. Hər birinizi çox sevirəm, bir daha təşəkkür edirəm. Və siz sağ olun. Çox sağ olun. Dəyərli olasınız. Çok güzel bir günlerdi hakikaten. Çok sağ olun. Ben de hediyelerim var. Для себя найдешь
dəvətlərindən olan Türkanə baş direktorluğunu təsdiqlədi, açdı, təsdiqləməyə qalıb, direktorluğunu da təsdiqləyib və baş direktorluğunu açdığı üçün onu belə gözəl diplomla tərtib edəcəyik. Gözəlim mənim, uğurların bu olsun, daimi olsun. Uğur həmişə sənin olsun, işıq həmişə sənin olsun və əlbəttə ki, komandanın uğurudur, xanımlar. Hər birinizin uğurudur, bu sizin uğurunuzdur. Siz baş direktor komandasısınız. İnşallah gələn görüşlərdə sizi gümüş kimi, qızıl kimi, yaqut, brilliant kimi təbrik edək və mənim bir xüsusi hədiyyə var, mənim gözəlimə. Canım mənim. Və mənim xanımda sözü var, mənim əzizim. Xanımlara xoş gəlmişsən deyirəm və çox gözəl bir andır, həqiqətən də çox qürur verici bir andır. Qızlarımızın hər birisinə uğurlar arzu edirəm. Əvvəla çıxışdan başlayayım, yoxsa birbaşa siz təbrikdən başlayayım. Türkanə xanımı bu gözəl nailiyyətləri üçün təbrik edirəm. Ona gözəl, bundan da gözəl zirvələri arzu edirəm. Əlbəttə ki, komandamızın bütün qızlarına bunu arzu edirəm. Çünki hər birisi burada olan xanımlar çox məqsədli, çox istəkli xanımlardır. Hər birisi buna layiqdirlər. Uzaqdan, yaxından gələn qızlarımız var. Hər birisinin, belə deyim də, bilirəm çətinliklə, çünki özüm də bir neçə dəfə belə tədbirlərdə olmuşam. O qədər can atırdı insan ki, geçsin, belə bir gözəlliyin içində olsun və burada olan xanımlar bir daha gəldiyiniz üçün hər birinizə sağ ol verir. Yəni, bax, bu gözəl bir anları özünüz üçün yaşayırsınız, yəni özünüzə yaşadırsınız. Və əlbəttə ki, qızlarımızın adından, mən hər birinizin adından Türkanə xanımı təbrik edirəm. Çünki həqiqətən də bizi ətrafına toplayan xanımdır. Bir, necə onu deyir ki, dama-dama göl olar. Biz dama-dama göl olmuşuq. İnşallah ki, böyük dəniz olarıq hər birimiz. Təbrik edirəm. İnşallah. Təbrik edirəm sizi. Siz bundan da gözəllərinə layiqsiniz. Bu, komandamızın, qızların adından sizə. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Mən də bir daha hər bizə təşəkkür edirəm. Gələn ayınız var olsun. Hədiyyələriniz siz mənim ən gözəl hədiyyələrimsiniz. İnanın, mənim başıma yığışan, mənim ətrafıma yığışan bütün komandam o qədər dəyərlisiniz ki, mənim üçün. İnanın, güllərdən də, ən gözəl hədiyyələrdən də mənim üçün artıqsınız. Çox sağ olun, xanımlar, əziyyət çəkmişsiniz. Təşəkkür edirəm. Komandam, bilirsiniz ki, mənim şəbəkəmin ilk direktoru, mənim o necə deyirlər, göz bəbəyim. İndi isə nəticələri və fəaliyyəti ilə bizə nümunə olan, komandama nümunə olan dəyərli direktorumuz Bəyən xanımı alqışlarla səhnəyə dəvət edirik. Этим миром правит мода, каждый ищет свой цвет. Есть желание идеально быть. Qızlar, bir daha hər birinizi salamlayıram. Hər birinizə bir daha xoş gəlmişsən deyirəm. O qədərinə, belə deyim də, duyğulu, o qədərinə sevinçli bir anlardır ki, Allah hər birinizə, bax, mənim yerimdə olmağı qismət eləsin tezliklə. Hər biriniz bu gözəl hissləri yaşayasınız. İnşallah hər birinizin özünüzün komanda şəkildə belə toplaşıb, bax, belə gözəl tədbirlərdə inşallah keçirdəsiniz. Uğurlar, bəzən elə fikirləşirik ki, uğur gəlməlidir. Amma uğuru özümüz gətirməliyik. Uğur üçün addım atmalıyıqmış. Bəlidir. Uğurun gəlməyi gözləmir. Hərəkət eləyən zaman uğur gəlir. Bilmirəm, hərəkət eləmək Allah da mükafatlandırır, dəyərləndirir, əziyyətini, zəhmətini, o qəlbində istəklərim var. Onu görür və onu sevmək gətirir. Və bəzən bizə xanımları dəvət edəndə elə fikirləşirlər ki, Papelik sadəcə bir alış-verişlə, ancaq belə satış üçün gəlirsən bura. Amma əslində, həqiqətən də Papelik böyük bir dünyadır. Mən deyərdim, biz qadınların arzusunu reallaşdıran bir dünyadır. Həqiqətən də o qədərinə içində, belə deyim də, boğulan, gündəlik işlərdən yorulan,
bilmirsən də, eləsən ki, çıxış yolu yoxdur. Mən də belə fikirləşirdim, amma bugünkü gündə baxın, görün nə gözəl bir ortamdayıq. Mən çox sevinirəm və sizin kimi xanımlarla bir kollektivdə çalışdığım üçün çox qürurluyam. Hər birinizə çox sağ olun deyirəm, təşəkkür edirəm, uzaqdan gəlmişsiniz. Yəni bu bir əslində paberika olan, işinizə olan sevginizdir. Və bu daim olsun qızlar. Nə qədər siz davamiyyətli olasınız, daimi də o zamanda uğurlarınız da ardıcıllıqla gələcək. Burada mərhələdir. Bəzən elə bilir ki, biz bir mərhələni keçdik, qutaracaq. Amma yox, mərhələdir. Unutmayın ki, hər mərhələdə daha gözəl uğurlar var. Çalışın ki, hər zaman o uğurları qət eləyə gedəsiniz. Belə qızlar, hamınızı çox sevirəm. Bir daha xoş geldiniz. Hanımlar, bilirsiniz ki, Bəyim xanım bu yaxınlarda direktorluğunu açıbdır və mən Bəyim xanıma komandamız adından gül dəstəsi verəcəm. Bəyim, sənə diplom çıxartmışam direktorluğu asılığa görə, canım sana. Çox sağ olun. Kızlar bax, tələsin ha, görürsünüz. Görürsünüz necə dəyərli. Bu sənin mükafatındır. Təbii ki, mənim üçün sən bundan artıqlarına layiqsən. Çünki mənim ilk əlimdən tutan xanımlardansan. Düzdür, bəyimi 12% baş lider olandan sonra işlədə bilmişəm. Hər daim bunu deyəcəm, çünki məni bəlkə də bu şəbəkədə ən çox incidən xanımlardandır. Amma mən onun əlini buraxmadım. Nə olur olsun, mən bəyimdə o işığı görmüşəm. Gördüm və davam etdim. Əlini buraxmadım. Şükürlər olsun, bugünkü gündə şəbəkəmin ilk direktorudur. Şükürlər olsun, 400-500'lü gəliri var. İnşallah o gün olsun, 4000-5000 olsun. Olacaq. Davamiyyət çox önəmlidir, xanımlar. Gətirdiyiniz xanımların əlindən bəlkə yapışın. Sahiblənin, sahib çıxın. Ola bilər işin mahiyyətini anlamır. Ola bilər ki, hələ də o deyil də. Yəni, müəyyən vaxtdan sonra insanın fikirləri dəyişir. Bax, bəyim də o xanımlardan da bugünkü gündə də çox uğurlu xanımlardan biridir. Təbii ki, səni bir daha can verirəm. Sənə Bir-iki sözlə mən deyəcəm. Mən bəyimi fabrikdə tanıdım. Çox gözəl, mülayim, iradəli. Bilirəm ki, hədəfləri çoxdur, hədəfləri böyükdür və inşallah o hədəflərdə də çatar. Bu başlanğıçdır bilirəm bəyim. Uğurların bol olsun, daimi olsun və bilirəm ki, sən bunu bacaracaqsan. Bu sənin diplomundur. Gözəl qoru, o gün olsun ki, bəyim. Bəli, o gün olsun ki, rütbəvi təsdiqləyib, premiyanı alasan, baş direktorluğu, gümüş, qızıl, brilyant, layiqsiz hər biriniz. Bilirəm ki, eləyəcəksən sənin diplomun. Və sənə bir hədiyəm də var. Umarım ki, bəyənərsən. Öpürəm səni. Çox sağ olasın. Sevinirlersen umut gibi üzüntüler gelir gider üzüm güler. Sevinirlersen umut gibi üzüntüler. Komandam, indi isə bugünün qəhrəmanlarını səhnəyə dəvət etmək istəyirəm. Təbii ki, bilirsiniz ki, bizim şirkətdə çalışan hər bir xanım 3%-dən başlayaraq artıq status açır. Məsləhətçi, baş məsləhətçi, lider, baş lider, vitse-direktor, baş vitse-direktor, sonra direktor 23%, Allah hər bizə qismət eləsin. Təbii ki, ondan da yüksək rütbələr var. Amma mənim burada təbii ki, komandamın 6% baş məsləhətçiləri var. Və mən nə etmək istəyirəm? Bəyimi dəvət edəcəm bura. Bəyim xanımlar, rütbələrimizi təbrik edək. Bir çağıran ki, inşallah siz də gələcəksiniz səhnəyəsə. 6%-lərə. 6%-lərə. Bugün komandamızın 6% baş məsləhətçisi Nargilə xanımı səhnəyə dəvət eləmək istəyirəm. İnşallah tez bir zamanda daha yüksək rütbəylə təbrik edəcəm. Canım mənim, xoş gəlmişsən. Uğurların bol olsun. Эти мира, разные года,
xanım. Önümüzə gəlsin. Əzizi. Xanımlar, istəyirəm daha bir 6% baş məsləhətçimiz Qədirova Səbirə xanımı qarşılayaq. Hoş gəlmişlər. İnanıram ki, bu rütbədə dayanmayacaq. Шаг за шагом все награды, собирай букет побед. Открой Фаберлик, следуй за своей мечтой. Фаберлик, красота и красота. Фаберлик, это громовозы. Фаберлик. Değerli komandam, daha bir 6% baş məsləhətçimiz Kərimova Vətənət xanım. Mənim üçün çox xoşdur. Фаберлик, новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, Фаберлик, это громовозы. Фаберлик, здесь ты, здесь ты и я. Фаберлик, новый модный для Görüşlər olsun keçirməsən. Təşəkkür edirəm. Daha bir 6% baş məsləhətçimiz 3%, 6%-dir. 6%-dir dedim, eləyəcək inşallah mənim qızım. Hümbətova Mehriyə xanımı səhnəmizə dəvət edirəm. Xanım olsun, olsun. Этим идеально быть красивыми у всех. Выбор свой и сотни брендов. Сделай первый и простой. Будь на пике. Bizim şirkətdə lider rütbəsi mənim üçün ən əlçatmaz rütbə olurdu xanımlar. Mən 9% lider olanda, 600 bal orada görəndə mənim ağlamağım, inanın ki, evdəkilərin yadından çıxır, təsəvvür edin ki, mən necə onu unutmaram heç vaxt. Mənim üçün bəlkə də direktoru, baş direktoru qaçanda heç mən o dərəcədə sevinməmişdim. Çünki biraz aralı bir dövrdür ki, 200 baldan sən birbaşa 600 bala qalxasan və təbii ki, bunu bacaran əsl liderdir. Bax, ona görə də şirkət elə belə bir ad qoymayıb. Lider adı məhz 9%-dən başlayır. Lider orada artıq bəllidir ki, kim komanda quruculuq edəcək, kim daha böyük şəbəkələr quracaq. Ona görə mənim üçün ən əziz rütbələrdən birini, lider rütbələrini təbrik edəcəm. Bizim deməli aramızda olan Tağıyeva Nəcibə xanımın dəyərli lideri. Tağıyeva Nəcibə xanım, səhnəyə dəvət edirəm. Xoş gəlirsiniz. Преодолеть преграды, для себя найдешь ответ. Шаг за шагом все награды, собирай букет побед. Фаберлик, новый крой. Фаберлик, следуй за своей мечтой. Фаберлик, красота и красота. Фаберлик, это громовозы. Фаберлик. Bir dəyərli liderin birə-bir mənim özümlə çalışıb, Ülviyə xanım. Allah vergə və Ülviyə xanım dəyərli liderimiz. Xoş gəlmişsiniz. Yılların bol olsun. Фаберлик, новый модный для тебя. Фаберлик, своей мечтой. Фаберлик, красота и красота. Фаберлик, это громовозы. Фаберлик, здесь ты и я.
sevin gəlməyi. Değerli liderimiz Aysel Hanımı, Əliyev Aysel Hanımı dəvət edirəm sənəmizə. Necə qızım? Bak beləcə boyuma qandırsı koyuma. Этим миром правит мода, каждый ищет свой Daha bir liderimiz, hanım xatın liderimiz. Ben deyirəm ki, şəbəkəmin direktor olacaq inşallah. Tağıyeva Sevinç Hanım. Hoş gəlmişsiniz. Lider atışlarına olsun. новый для тебя. Фаберлик, стильная история. Фаберлик, мир успеха ты открой. Фаберлик, следуй за здесь ты и я. Фаберлик, новый для тебя. Hanımlar, bilirsiniz ki lider adından sonra baş lider alır. Gələcəksiniz. Səbir. İşlərini sevin, davamiyyəti sevin. Deməli, bizim 9% lider statusundan sonra təbii ki 12% baş liderlərimiz var. Artıq demək olar ki, direktor adına gedən yoldur. Mən deyirəm ki, həmişə baş lider statusu o yeni başlanmışsa direktorun hər ortasıdır. Balıq komanda belə deyil və mənim qızlarım var ki, bunları bacarırlar. Və burada Məcidova Yasəmən dəvət edirəm səhnəyə. Hoş gəlmişsən canım mənim. Mən inanıram ki, sən bu yolda heç vaxt dayanmayacaqsan. Достигай высоких целей, воплощай свою мечту. Как пряный букет побед. Фаберлик, новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, мир успеха ты. 12% baş liderlərimizdən Ağayeva Günay xanımı dəvət edirəm. Amma Günay xanım haqqında onu demək istəyirəm ki, həqiqətən zəhmətkeş liderimdir. Bence ki, çox bir əziyyət çəkib komandası ilə əksan sənə gözəlim. Bunların bol olsun. История. Фаберлик, мир успеха ты открой. Фаберлик, следуй за своей мечтой. Фаберлик, Değerli liderlərindən biri ta Sumqayıtdan bura İsmailiyə gəlibdir. Mənim dəyərlim, əzizim Məmmədova Tünzalə xanım. Değerli baş liderimizi dəvət edirəm səhnəyə. Фаберлик, новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, мир успеха ты открой. Фаберлик, Фаберлик, здесь ты и я. Фаберлик, новый для тебя. Mənim bir liderim var, ona deyirəm Qığılcım. Bir yerdə durmur mənim bu qızım. 12% baş liderimiz Vəliyeva Gülnarə xanım. Hoş gəlmişsən səhnəmizə. Фаберлик, новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, мир успеха ты открой. Фаберлик, следуй за своей мечтой. Фаберлик, новый модный для тебя.
liderimiz Bərdədən bura gəlibdir, əziyyət çəkibdir. Gələn ayaqların var olsun. İnşallah mən inanıram ki, buradan çox gözəl nəticələrlə qayıdacaqsan. Sən bu yolda durmayacaqsan. Dəyərli baş liderimiz Hümmətova Nuridə xanım. Hoş gəldiniz. Этим миром правит мода, каждый ищет свой успех. Есть желание идти, сделай верный и простой. Будь на пике модных трендов, с нами будешь ты звездой. Фаберлик, новый модный для тебя. Daha bir baş liderimiz mənim komandamın ən pozitiv xanımı. Mənim keyfim belə biraz işləmək həvəsi düşən kimi Ramiqanı yığıram. Görmüşük ki, komandanın altı rəhbəri yığar. Amma mən o liderimlə məhz motivasiya alıram. Mənim nərim, Muhtar baş liderimlə yığıram. Hoş gəldiniz. Новый модный для тебя. Как сцена, каждый шаг твой на виду. Достигай высоких целей, воплощай свою мечту. Deməli, daha bir baş liderimiz Bakıdan İsmailiyyə gələn mənim dəyərli O Göyçay gəldi. Kapıdan gəlib gəlsin sıraya. Böyle de Göyçay'a. komandamızın demək olar ki, bütün çox əziyyətli çəkir. Çünki çəkilişlərin hamısı mən ötürürəm təbii ki, Laləmə. Əsgərova Lalə, dəyərli baş liderimiz. Biraz haşerdən o kənara çıxacağım. Bizim biraz gecikən bir liderimiz oldu. Amma təbii ki, mənim üçün çox dəyərlidir. Biraz yol baxımından gecikdik. Dəyərli liderimiz Allahverdi və Cəmilə xanım. Dəvət eləmək istəyirəm səndən də. Xoş gəldin Səcanı mənim. Statusunuz var, şirkətimizdə 15% lise direktor statusu və bu statusu mən çox istəyirəm ki, liderlərimiz ağırlığını hiss eləsin. Çünki bu rütbədə direktor adı məhz o rütbədə çəkilir ki, direktorluğa gedən yolda lise direktor adı. Mən burada qazanan xanımları təbrik edirəm. Təbii ki, komandamızın digər lise direktorları var, amma əslər olsun ki, iştirak edə bilmədilər. Amma burada mənim komandamın deməli Məcidova Cəvahir xanım 15 faiz direktorları insanlar ki, tez bir zamanda direktorluğunu təbrik edirəm. Новый модный для тебя. Фаберлик, стильная история. Фаберлик, в мир успеха дверь открой. Фаберлик, связан за свое. Üçün mən demək olar ki, 2 rütbədə çəkimi çəkmişəm, 9% açmağa biraz 1 il əziyyət çəkmişəm. 1 il. O rütbəni səbirsizliklə gözləmişəm. Bir də 19% çox belə həsədlə gözləmişəm. Deməli, bizim şirkətimizdə 19% baş vice direktor rütbəsi var və direktorluğun tam bir adımlığında deməkdir. Ona çok yaraşır. Ha, kızlar. Və onu da deyirəm, həmişə, artıq biz həmişə xəyal dururuq ki, Ceyran belə gələcək, torta alacaq, sənə gül alacaq,
gəlmişəm, sənin birbaşa gəlib təbrik Mən də gəlirəm, mən də səni gedəcəm. Heç niyə də olmasın. Deməli, bizim komandanın və mənim birəbir çalışdığım ilk vaxtlarda əlimdən tutan dəyərli liderim Sultanova Zeynal xanım, 19 baş bizim direktorumuz. Hoş gəlmişsən, hər Bakıdan İsmailiyyə. Zaszłagał się nagramy, zabieraj bukiet pamięć. Nie uciekać, nie tak kroj, pamiętnik, nie zasłaniemy sztoj, pamiętnik, rozataje grosy, ja pamiętnik. Deməli, komandamın daha bir sürətlə inkişaf edən, həqiqətən rütbəsinin haqqını verən daha bir liderim, 19% baş lise direktorumuz Sabirzadə Nuranə xanım, xoş gəlmişsən. Na podium, jak scena, każdy szan twój na wielu. Wysygrajmy, zawiam się nagramy, zabieraj bukiet pamięć. Komandasının Nuranə xanıma buketi təşəkkür edirəm, mütəblərimizə bu cür dəyər verir. Hoş gördük. Hər biriniz hoş gəlmisiniz və bizim komandamız adına, baş direktor komandası adına dəyərli biz Türkanə xanıma çox gözəl bir hədiyyəmiz var. Aleyküm. Artıq nə edirik? Həm təbii ki, biz burada rütbələri təbrik etdik, dəyərli liderlərimizi təbrik etdik, məni təbrik etdiniz, çox sağ olun. İndi isə kameraları söndürəcəyik. Esirin oldum, ilacım ölmüş benim. Sanki seni görene kadar ruhumdan vuruldum. Sana da aşk olsun. Bir daha hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Yeyin, için, nuş eləyin. İnşallah ki, belə süfrələrimizin ardı-arası kəsilməsin. Daha böyük süfrələr, o gün olsun ki, bax bu məkanı necə deyim, tam-tamına dolduraq, tanımlar. Bir daha hər şeyi təbrik edirəm. Çox sağ olun ki, bugünkü gün burada bax bu gözəllikləri hər birisi özünüzə yaşatdınız. Nuş eləyin. Siz də sağ olun. Sizin sağ olun, hər birisi. Xoş alışveriş mekanlarına getirmişsiniz. Io ti guardo e non so più. Chiedermi perché questa notte è troppo bella per restare senza te.
Orada qədər, gəlin bir dənə də. Ben o cennete Oradan çəkib verək, kəsin üzərindən. bana 3 tane. Haydi lütfen. O mahnının sözü çok iyi de. 1, 2, 3. Elin tatlım bana 3 tane, 3 de yetmez 5 tane, 5 de yetmez 7 tane. Elin tatlım bana 3 tane, 3 de yetmez 5 tane, 5 de yetmez 7 tane. Orada başlasın əyləncə, o gençdir. Çok iyi.
Yaşayamam artık nasıl yoksa yaramda. Looking at my TV
qızıl komanda, bilyard komanda olaraq bax məhz belə şirinlikləri kəsək inşallah. Kızlar bir ele ses veriyor, ses veriyor, ses veriyor.
커피 한 잔에 여유하는 품격 있는 여자 밤이 오면 심장이 뜨거워지는 여자 그런 반전 있는 여자 낮에는 너만큼 따사로운 걸 사랑해 넌25 전에 완샷되는 선어해 밤이 오면 심장이 터져버리는 선어해 그런 선어해 나는 외로워 사랑스러워 오빤 강남스타일 강남스타일 오빤 강남스타일 강남스타일 오빤 강남스타일 섹시 레이디 오빤 강남스타일 섹시 레이디 익숙해 보이지만 볼 때 노는 여자 이때다 싶으면 묶었던 머리 푸는 여자 가볍지만 웬만한 노출보다 야한 여자 그런 것